Bismillahirrahmanirrahim. Həmçinin sualda soruşduğu bir qadın hicab taxanlara taxmayanlardan daha çox hörmət edir, lakin özünə gəlincə isə deyir ki, hicab taxmayacam, mənlik deyil, xahiş edirəm bu barədə o xanıma biraz nəsihət edərdiniz. Birinci olaraq həm özümə, həm hər bir kəsə Allahdan lazımınca qorxmaq istəyirəm, diləyirəm. Çünki Allaha olan təqva insanı haramlardan qoruyur və vacibatlara və əmr olunanlara əməl etməyə sövq edir. Və əgər bir kəsin qəlbində hicab giyənlərə sevgi varsa, artıq bu kəsin qəlbində Allahın əmrlərinə qarşı sevgi olmasının əlamətidir. Ümumiyyətcə, bizim sevgimiz də, nifrətimiz də Allah üçün olmalıdır. Allaha itaət işlərinə sevgi, Allaha itaət edənlərə sevgi, Allaha asi işlərə nifrət, Allaha asilik edənlərə nifrət etmək. Və həmçinin həmin qadına tövsiyə edərdim ki, Allahdan qorxsun və bilsin ki, hicab qadının əziyyətdən qorunması üçündür, yoxsa başqalarının, naməhrəmlərinin gözləri ona əziyyət edər, başqalarının qeybəti ona əziyyət edər, onun namusuna dillə, bəzən də fiziki şəkildə toxunula bilər. Hicab qoruyucudur və həmçinin hicab Allahın əmridir. İnsan buna əməl etməklə əcr, savab qazanır. Bundan Allaha yaxınlaşır, cənnəti ümid edir və bilsin ki, bu dünya fani dünyadır və ömrünüz burada azdır, məhduddur və hər bir kəs Allah subhanahu wa ta'alanın qarşısında haqq hesab üçün öləcək və yenidən diriləcək və bu dünyada nə etdi, nəyə görə etdi, kimə görə etdi, hər bir şeyə görə sorğu-sual olunacaq. Bu fani dünyanı əbədi axirətə dəyişməsin. Bu ən ziyanlı ticarətdir. Lakin əksinə xeyirli olan ticarət dünyanı satıb əvəzinə axirəti satın almaqdır.